bir hədli nədir? Deməli uşaqlar, ədəd və dəyişənlərin natural üslü qüvvətlərinin hasilinə biz deyirik bir hədli. Bax, fikir verirsinizmi? Ədədi ayırırıq, tam qıraqda saxlayırıq, düzdürmü? Ədədin üzərində natural olacaq, olmayacaq bizə heç bir fərqi yoxdur. Amma dəyişənlərin üslüyü 100% nə olmalıdır? Natural ədədlər olmalıdır. Natural ədədlərimizdə birlikdə sayma zamanı istifadə olunan ədədlərdir. Gəlin baxaq. Məsələn, bir dənə yazıram bura. 3x-in kvadratı y. Uşaqlar, ədədimiz varmı? Var. Dəyişənlərin qüvvətlərinə baxırıq. 2 naturaldır mı? Naturaldır. Y-in üzəri yazılmayanda nə deməkdir? 1'dir. Naturaldır. Deməli, 3x-in kvadratı y nədir? Bir hədlidir. Bir hədli ədəd və dəyişənlərin natural üslü qüvvətlərinin hasilinə bir hədlidir. Məsələn, yazıram bura. Kök altda 3, x, y, z. Sual çıxır ortalığa. Axı kök altda 3, 3'ün üstü 2'də 1 deməkdir. 2'də 1 də rasional ədəddir. Görəsən bu bir hədlidirmi, yoxsa yox? Amma mən tərifdə nə dedim? Dedim, ədəd nə olursa olsun, bizə heç bir fərqi yoxdur. Ədədimiz kök altında 3 olsa belə, biz nəyə baxırıq əsas? Dəyişənlərə baxırıq. X-ə, Y-ə və Z-ə. X-in də üstü 1'dir, Y-in də üstü 1'dir, Z-in də üstü nədir uşaqlar? 1'dir. Deməli, nədir? Bir hədlidir. Hansı yazdığımız bir hədli olsa plus atacağıq, hansı bir hədli olmasa minus atacağıq. Gəlin baxaq. Üçüncü yazıram. 2'də 1, x-in üstü 3'də 1, y-in üstü 5. Deməli uşaqlar, baxırıq, görək dediyimizə uyğun gəlirmi? Ədəd və dəyişənlərin natural üslü qüvvətləri. 3'də 1 naturaldır mı? Xeyr. 3'də 1 kəsirdir, rasional ədəddir. Əgər natural deyilsə, onda biz buna bir hədli deyə bilərikmi? Qətiyyən deyə bilmərik. Onda nə oldu? Bu bir hədli olmadı. Dördüncü, yazaq bura kök altda 23, kök altda x vurulsun 3-cü dərəcədən y. Vurulsun z-in üstü 5. Deməli, uşaqlar, kök altda 23. Sizcə bunun bir hədli olub olmadığına təsir edə bilirmi? Xeyr, çünki ədəd nə olursa olsun biz dedik ki, fərqi yoxdur. Amma kök altda x nə deməkdir? Kök altda x deməkdir, x-in üstü neçə? 2'də 1 deməkdir. O zaman mümkün olacaqmı? Xeyr, bu bir hədli deyil. Kök altda 3-cü dərəcədən y-də y-in üstü nədir? 3'də 1 deməkdir. Bir hədli deyil. Anında da nədir? Üzərinə yazırdıq da minus, eləmi? Nə oldu? Minus. Keçirik növbətisinə. Yazıram bura. 5-ci. 4, x-in üstü mənfi 5, y. 4, bir hədli olub olmadığına təsir eləyirmi? Xeyr. Mənfi 5, x-in üstü. Təsir eləyir. Naturaldır mı? Xeyr. Tamdır? Bəli. Tamdırsa bir hədlidirmi? Xeyr. Əla. Əla. Plus yazdım. Deyir bir hədli deyil, sonradan plus yazdım. Bir dənə də yazaq kifayət eləsin. 6 olsun 5x bölünsün y. Uşaqlar, 5 bir hədli olub olmadığına təsir eləyirmi? Xeyr. X böl y nə deməkdir? 5, x, y-in üstü nə deməkdir? Mənfi 1. Biz bilirik ki, baxın, y-in üstü mənfi 1, 1 böl y deməkdir. Düzdür mü uşaqlar? Onda sizə bu bir hədlidirmi? Xeyr. Onda bir şey yadımızda saxlayırıq ki, məxrəcdə dəyişən varsa bir hədlidən söhbət belə gedə bilməz. Məxrəcdə dəyişən varsa bir hədli varmı? Xeyr. Çünki üzəri mənfi olan dəyişəni neyini məxrəcə gətirib çıxartmışıq. Aydındır mı? Əla. 7-ci yazıram. 2'də 1, x, y-in üstü 6, z-in üstü 5. Bir hədli vermiş uşaqlar. Bəli. 2'də 1 dediyi ədəd təsiri yoxdur.
X'in üstü 1 naturaldır, 6 naturaldır, 5 naturaldır. Uşaqlar, bir həddi bildiyimi nədir? Əla. O zaman sırada olsun bir hədlinin qüvvəti. Aydınmı? Bir hədlinin qüvvəti. Deməli uşaqlar, yazaq bura bir hədlinin nəyi? Qüvvəti. 3, X'in üstü 5, Y'in üstü 4. Uşaqlar, bir hədlinin qüvvəti onun dəyişənlərinin, daha doğrusu bir hədlinin dərəcəsi deyək. Bir hədlinin dərəcəsi onun dəyişənlərinin üstlərinin cəminə deyilir. Aydındırmı? Onda bu bir hədlinin dərəcəsi nə olacaq? 5 üstə gəlinsin 4 bərabərdir nəyə? 9-a. Aydındırmı? 5 üstə gəl 4 bərabərdir 9. Yaxşı. 4 X'in üstü mənfi 5, Y'in üstü 7 bir hədlinin dərəcəsi neçə olar? 2. Xeyr. Çünki bir hədli deyil. Mən sizin neynədim uşaqlar? Aldatdım və siz də allandınız. Bəs axı az öncə nə dedik? Dedik ki, bir hədlinin qüvvəti mənfi ola bilməz. Cavab bir hədli deyil. Siz amma mənfi 5-in üzərində nə gəldiniz? 7 gəldiniz. Bir hədlidə natural üstü qüvvətlər olmalıdır. Düzdürmü? Aha. Yaxşı. 2-də 3. X'in üstü 7. Y'in üstü 8. Z'in üstü 1. Biri yazmırıq da. Biri yazmırıq. Bu bir hədlinin dərəcəsi nə qədərdir? Yazırıq bura. 7 üstə gəl 8 üstə gəl 1. Yazılmışsa 1 var. Bu da bərabərdir nəyə? 16-ya. Uşaqlar, bir hədlinin dərəcəsi onun dəyişənlərinin üstlərinin cəminə bərabərdir. Və yenə nəyə baxmırıq? Ədədə baxmırıq. Sıradakı gəlsin nə? Əmsal. Əmsal. Uşaqlar, əmsal dəyişənlərin önündə gələn ədəd nə adlanır? Əmsal adlanır. O zaman gəlin elə bu bir hədlərin nəyini tapaq? Əmsalını. Birinci bir hədlinin əmsalı neçədir? 3. İkincinin əmsalı? Xeyr. Bir hədli deyil. Bax, görürsünüz, düşünmədən cavab verirsiniz. Bir hədli deyil. Üçüncünün əmsalı 2-də 3, yəni 1,5. Deməli, bir hədli ədəd və dəyişənlərin natural üstü qüvvətlərinin hasilinə bir hədli deyilir. Bir hədlinin əmsalı vuruqdakı ədəddir. Bir hədlinin dərəcəsi isə onun üstlərinin nə idi? Cəmidir. Bir hədlinin qüvvəti dərəcə üstlərinin nə idi? Cəmidir. Yadımızda qalar? Qalar. O zaman keçək. Görək, çox hədli nədir? İnşallah, bir hədlini öyrədəndən sonra çox hədli bizim üçün nədir? Su. Bəli, sudur. Bir hədlinin cəbri cəminə çox hədli deyil. Cəbri cəm deyəndə nə başa düşürük? Uşaqlar, toplama və çıxma əməli ikisi bir yerdə cəbri cəm adlanır. Yəni, 2 dənə bir hədlidir və 3 dənə bir hədlidir. Biz onları neyniyəndə, toplayanda, çıxanda artıq nədir? Biz bilirik, çox hədli yaranır. Məsələn, bir dənə yazırıq bura. 3x'in üstü 4, üstə gəlinsin 2y'in üstü 8, üstə gəlinsin 3x, y, z. Baxırıq, görək, bu verilən çox hədlidir, yoxsa çox hədli deyil. Baxırıq başda. Bir hədlidir, bir hədli deyil. Bir hədlidir, yazdıq bir hədli. Bir hədlidir, bir hədli deyil. Bir hədlidir. Bu bir hədlidir, bir hədli deyil. Bir hədlidir. Onda mən buna çox hədli deyə bilərəmmi? Bəli, çünki bir hədlilərin cəbri cəminə çox hədli mən deyə bilirdim. Növbəti. Yazırıq 2x'in kubu y minus 4z üstə gəlinsin 5x üstə gəlinsin 6. İndi diqqət ora. Deməli uşaqlar, bir hədlidirmi? Bəli. Bir hədlidirmi? Bəli. Bir hədlidirmi? Bəli. Bir hədlidirmi? Bəli.
ədəd varsa, təklikdə bir ədəd sərbəst hədd nədir? Bir hədlidir. Aydınmı? Dərəcəsi sadəcə 0 adlanır. Aydınmı? Dərəcəsi 0. Diqqətlə baxsaq. Deməli, bir hədlərin cəbri cəmlə nə dedik? Çox hədlidir. Onda çox hədli üçün yeni görək nələr var? Çox hədlinin əmsallar cəmi. Bir həddə əmsal var isə çox həddə artıq bir neçə əmsal olacaq. Əmsallar cəmi. Çox hədlinin nəyi? Sərbəst həddi. Həddi. Deməli, uşaqlar. Marker yazmadı. Bunu orada. Deməli, çox hədlinin əmsalları cəmi. Uşaqlar, çox hədlinin əmsalları cəmini tapmaq üçün birinci başa düşək, sonra sadə bir variantda nə edəcəyik? Daha rahat hesablayacaq. Çox hədlinin əmsallar cəmini tapmaq üçün həmin çox hədlinin tərkibindəki bir hədlərin əmsallarını bir-birini eləyəcəm, cəmləyəcəm. Onda birincinin əmsalı neçə idi? 2. Üstə gəl. İkincidə -4. Üçüncüdə 5. Dördüncüdə 6. Cəmlədim. 2, -2, üstünə 5 gəldim. 3, üstünə 6 gəldim. Neçə elədi? 9. Uşaqlar, çox hədlinin əmsalları cəmini toplayan zaman dəyişənlərin yerinə 1 yazırıq. Aydındır mı? Fikir verin. Bunların hamısı 1 olandan sonra nə olur? 2, -4, 5, 6. Bitti mi? Çox hədlinin sərbəst həddi. Dəyişəni olmayan həddə nə deyəcəyik? Sərbəst hədd. Dəyişəni olmayan hədd sərbəst həddir. Sərbəst hədd nə deməkdir? Uşaqlar, 5x-dir. Məsələn, mən yazıram 5x. X-ə qiymətlər verdikcə ifadənin qiyməti dəyişirmi? Dəyişir də. Amma bura 5 yazıram. Mən x-ə nə yazırsam yaz, o 5'dir də. Çünki yanında x-i yoxdur. O zaman deyim, bunun sərbəst həddi neçədir? 6. Əla. Deməli, biz öyrəndik çox hədlinin əmsalları və sərbəst həddi. Əmsallar nə idi? Dəyişənlərin yanında gələn ədədlərin cəmini tapırdıq. Bir sözlə, dəyişənləri hiss eləmirik. Yoxdur sanki. 1 yazırıq yerinə. 2, -4, 5 və 6. Bəs sərbəst həddi nə idi? Dəyişəni yoxdur. Dəyişəni olmayan həddi. İndi sıradakı çox hədlinin dərəcəsi. Yazaq bura. Çox hədlinin dərəcəsi. Uşaqlar, çox hədlinin dərəcəsini tapmaq üçün icazə verirsiniz, buranı aşağını silim. Bu bir hədli yazmışıq. Buranı silək. Uşaqlar, çox hədlinin dərəcəsini tapmaq üçün əvvəlcə yenə nə tapmaq lazım? Bütün tərkibindəki bir hədlərin dərəcəsini tapırıq və ən yüksəyini seçərik. Niyə? Çünki onun dərəcəsini nə seçmək, nə götürəcəyik? Ən yüksəyini götürərik. Düzdürmü? Ən yüksəyini götürərik. Çünki bu çox hədlin içərisində hakim hansı olacaq? Ən yüksəkdə dayanan nə olacaq? Ən böyük, düzdürmü? Dərəcəsi olan dayanar da, düzdürmü? Ən kiçik götürsəm çox hədliyə nə dəyəri dəyəcək ki onu? Deməli, baxırıq onda burada. Bu çox hədlinin dərəcəsi neçədir bir hədlinin? 4. Əla. 4. Bunun? 1. Bunun? 1. Bunun? 0. Onda nə götürəcəyik? 4. Çox hədlinin dərəcəsi oldu neçə? 4. Uşaqlar, tam cəbri ifadələrdən sadəcə öyrənəcəyimiz bulardır. İndi müxtəsər vurma düsturlarını da yazacağıq. Yəni burada dərsimizə, mövzumuza aid olmasa belə, amma dərsimizin gedişatında istifadə edəcəyik. Gəlin onda bir neçə misal nümunələri işləyək, sonra keçək nəyə? Müxtəsər vurma düsturlarına. Mən yazıram bura 2x-in kubu y. Uşaqlar, bir hədlidir, bir hədli deyil. Bir hədlidir. -2 x-in kubu
Y-in üstü 6. Bir hədlidir, bir hədli deyil. Bir hədlidir. Çünki Onların təsir eləmir. naturaldır. Dedi ki, Təsir eləmir. ədəddə təsir qüvvəsi yoxdur. Deməli, kök altında 2, x-in kubu, y-in üstü -4. Bir hədlidir, bir hədli deyil. Bir hədli deyil. Əla. Yaxşı. Bu bir hədlinin sərbəst əmsalı neçədir? 2. Əmsal 2. Qüvvəti 4. Əla. Birinci sual, ikinci sual, üçüncü sual. Birinci, əmsallar cəmi. İkinci sual, sərbəst hədd. Üçüncü sual, dərəcəsi. Şimdi bir soruşacağım. Deməli uşaqlar, əmsallar cəmini tapmaq üçün nə edirik? Hər bir, bəli, bunları təsəvvür edin, hamısı 1'dir, düzdürmü? 1'dir, getdik. 4, üstə gəl, kökdə 3, üstə gəl, 7, üstə gəl, 9. 4, 7, 11, 9, 20, üstə gəl, neçə? Kök altda 3. Elədi, bu bir hədlinin nəyi? Əmsallarının cəmi. Uşaqlar, fərqdə də çıxarırıq da, indi mən cəm yazmışam. Sərbəst hədd. 9 dəyişəni yoxdur. Dərəcəsi 1, bura 11, bura 11, bura 5, bura 0. Ən yüksək dərəcə nədir? Bərabərsə 11'i götürürəm. Əla. Dərsimiz uşaqlar bu qədər. Keçək müxtəsər vurma düsturlarına. Deməli uşaqlar, a kvadratı birinci yazırıq. Minus b kvadratı bərabərdir. A çıx b, a plus b. Diqqətiniz burada olsun. Bizə belə bir sual verilib. 99 vurulsun 101. Bərabərdir. Ən sadə suallardan başlayırıq. Çünki biz ilkin yeni başlamışıq. 99'u 101'e vurmaq üçün artıq alt-alta vurmağa ehtiyac nədir? Yoxdur. Mən bunu yazaram. 99'u nə yazaram? 100 çıx 1 kimi. 101'i nə yazacam? 100 plus 1 kimi. Uşaqlar, a çıx b, a plus b nəyə bərabərdir? A kvadratı minus b kvadratı. Yəni 100'ün kvadratı çıx 1'in kvadratı. Şifahi tapıram 100'ün kvadratı neçə edir? 10.000. Çıxıram bundan 1'in kvadratı 1. Bu da neçə edir? 9999. Düzdürmü? Bunun kimi bir neçə sualı məsələn yazmaq olar. Mən ən sadəsini seçdim. İkinci sual məsələn olsun a plus b'nin çöldən kvadratı bərabərdir. A kvadratı plus 2ab plus neçə? B kvadratı. Tutalım ki bəlkə kitabdan seçək nümunə. Burada var mən. 3. Aha. Uşaqlar, mənfi x plus 4'ün kvadratı bərabərdir. Mənfi x-in kvadratı. Uşaqlar, mənfi x-in çöldən kvadratı neçə eləyəcək? X-in kvadratı. Hasilinin 2 misli. Mənfi x-i vuracam 4'ə, mənfi 4x 2'yə vuracam neçə elədi? 8x. İkinci, 4'ün nəyi? Kvadratı. Elədi neçə? 16. Aydındır mı? Üçüncü, a çıxılsın b'nin kvadratı bərabərdir. A kvadratı minus 2ab plus b kvadratı. Deməli uşaqlar, burada niyə minus oldu? Çünki qarşıda mənfi vardı, ona görə minus oldu. Əslində, bəlkə belə yazaq bunu, daha düstura uyğunlaşsın. Plus olsa x kvadratı plus nə olacaq? 8x plus neçə? 16, düzdür mü? Bura baxaq. Olsun 4x məsələn minus 3'ün
çöldən kvadratı. 4x-in çöldən kvadratı elədi 16. Əla. Çıxılsın. 3 4-ün 12. 12x 2-yə vurduq. 24x. Plus neçəyə? 9-a. Aydındırmı? Demək uşaqlar, digər düsturlarda yazaq, artıq kitabdan nümunələrdən işləyərik. Sadəcə zamanımız az qalıb. Silin bunları. Uşaqlar, müxtəsər vurma düsturların qalan nümunə yazmayacağım. Zamanımız az qalıb. Amma hamısını əzbər soruşacağım və onsuz da ki, testlərdə biz nümunələr yazacağıq. Uşaqlar, A kubu plus B-nin kubu. Üçünü yazdıqda düzdür, bu olsun 4-cü. Bərabərdir 1-ci. A plus B vurulsun. A-nın kvadratı minus AB plus B-nin kvadratı. 5-ci. A kubu çıxılsın B-nin kubu bərabərdir. A çıxıq B vurulsun. Bax, fikir verirsiniz, plus da ikinci minus gəlir, minus da plus. A kvadratı plus AB plus B-nin çöldən, içərdən kvadratı. 6-cı. A plus B-nin kubu bərabərdir. A kubu plus 3A kvadratı B plus 3A B-nin kvadratı plus B-nin kubu. 7-ci. A çıxıq B-nin kubu bərabərdir. A-nın kubu minus 3A-nın kvadratı B plus 3A B-nin kvadratı minus B-nin nəyi? Kubu. Deməli uşaqlar, siz hələ ki bu 7 dənəni öyrənin. Bilirəm, kitabda o törəmələrdə var, axı çıxarılışlar var. Onları növbəti dərsimizdə əzbərləmədən bu düsturlardan istifadə edərək özümüz nə edəcəyik? Çıxardacağıq. Bu 7 dənəni öyrənin və kifayətdir. Bunları amma tam əzbər soruşacağım sizdən. 7-ci sinifdə keçmişsiniz də, düzdürmü orta məktəbdə? Aydındır mı uşaqlar? Dərsinizdə kiməsə nəsə qaranlıq qaldı mı?